burada en güzel yol nedir? Gerginliği artırmaktır. İndi gerginlik burada artanda, bunu size göstereyim. Bakın, giriş gerginlik var, çıxış gerginlik var. Deməli, fikir verirsinizsə, bunların nəyi fərqlidir? Sarğılarının sayı fərqlidir. Deməli, burada bunun sarğısı M1 ise onun sarğısını N2 götürürük. Deməli, burada M1, bu da N2 deyək ki. Və bilirik ki, buradan da görsəndiyi kimi M1 N2'dən böyükdür. Yəni, bu sarğı bundan böyükdür. Buna başda da özümüz üçün qeyd edək. Və fikir veririk ki, bizim o düsturlar var idi. Y bərabər mənfi delta fi bölünsün delta t. Deməli, biz burada n sayıda sarğı olanda bunu n-ə vururduq. Deməli, sarğının sayıyla induksiya elektrik hərəkət qüvvəsi düz mütənasibdir. Onda deyəcəksiniz ki, M1 N2'dən böyükdürsə, onda Y1 də Y2'dən böyükdür. Onda U1 də U2'dən böyükdür. İndi baxırlar ki, indi fikir verin, say çoxdan aza keçir. Burada onda indi gərginlik alçaldır, yoxsa qaldırılır. Buna baxanda belə bir məsələ var. Buna deyirlər transformasiya əmsalı. Transformasiya əmsalı M1'in N2'yə nisbətidir. Və yaxud U1'in U2'yə nisbətidir. Və yaxud Y1'in Y2'yə nisbəti kimi baxa bilərsiniz. İndi uşaqlar, N2 M1'dən böyükdürsə, onda deyirsiniz 2 də birdən böyükdür. İndi mən baxıram. Məntiqlə 2 birdən böyükdür. Yəni əvvəl gərginliyi 200 volt olub, sonra qalxıb 600 volt olursa, bu gərginlik artırılır da, deməm. Buna deyirlər yüksəldici gərginlik. İndi gərginlik yüksəldicidirsə, yəni N2, buradan baxıram ki, N2 M1'dən böyükdürsə, transformasiya əmsalı birdən böyükdür, yoxsa kiçikdir? Yəni, məxrəc sürətdən böyükdürsə, tutaq ki, aşağı 200'dür, yuxarıda 20'dir. Cavab nəyə gələcək? Transformasiya əmsalı birdən böyükdür, yoxsa kiçikdir? Kiçikdir də, ay yaşa. Məsələn, burada cavab nə eləyəcəkdir? 10'da 1. Deməli, deyirsiniz ki, müəllim, transformasiya əmsalı kiçikdirsə birdən yüksəldici gərginlikdir. Deməli, gərginlik 100% artırılır. Çünki, nə dedik? Çünki şərt burada nədir? ISO M1 N2'dən böyükdür. Yox, N2 M1'dən böyükdür. Bu şərtə görə. Məxrəc böyükdür, aşağı. N2 M1'dən böyükdür. U2, U1'dən böyükdür. Deməli, sonraki məntiq nə fikirləşən, sonraki gərginlik əvvəlkinin böyüksə, bu yüksəlici gərginlikdir. İndi, desək ki, A böyükdür 1. Onda ISO deyirsən ki, M1 N2'dən böyükdür. Deməli, bu necədir? Alçaldıcı gərginlikdir. Yəni, alçaldıcı gərginlik, yəni gərginliyi aşağı salmaq bizə harada lazım olur? Evlərə veriləndə. Oldu mu uşaqlar? Çünki o gərginlik dediyiniz kimi evə versələr, xoşbəxt olaram. Ona görə fikir verirsinizsə, nasaz transformator partlayanda və yaxud yanğın baş verəndə, onu günlərlə əlləşirlər onu düzəltmək üçün. O, yəni elə belə içərisində çox güclü maqnit sahəsi var həm də bunun. Ərazisini ona görə setka ilə bağlayırlar ki, oraya yaxın düşən olmasın. O vaxt məşdağada uşaqlar gizlən fars oynayanda balaca uşağın biri gelib girmişdi transformatorun olan hissəsinə, külə dönmüşdü. Yəni, Allah qorusun, qapqara qaralmışdı. Yəni, insan yanığın ən böyük fəsadı nədir? Kül olmaq. Yəni, o vəziyyətə satmışdı. Ona görə çox güclü gərginlikdir. Yəni, yerindəcə keçirmişdir. Ona görə inşallah təhlükəsi var. Mənim özü işləmişəm ki, insan elektrik quranda dabanından çıxır. Hə, elə şey var.